Salam, hörmətli müəllimlər və əziz şagirdlər. Bu günlər sizə ədəbiyyatdan aşıq yaradıcılığı mövzusunun izahını təqdim edəcəm. Gəlin izaha keçək. Aşıq yaradıcılığı deyir, xalq ədəbiyyatının mühüm həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Deməli, aşıq yaradıcılığı bilmək lazımdır ki, şifahi xalq ədəbiyyatına aid olan bir yaradıcılıqdır. Şifahi xalq ədəbiyyatına aid olan bir yaradıcılıq hesab olunur. İndi onlarla oxşar fərqli cəhətlər məsələsində deyəcəm. Amma bilmək lazımdır ki, məhz şifahi xalq ədəbiyyatı yaradıcılığa məxsus olduğu üçün daha çox şifahi xalq ədəbiyyatı da biz bilirik ki, yazının mövcud olmadığı bir zamandan yaranıb. Deməli, onda aşıq yaradıcılığı da şifahi xalq ədəbiyyatına məxsus olduğu üçün o da hələ yazının mövcud olmadığı bir zamandan yaranıb və bugünümüzə qədər gəlib çatıb. Ona görə deyir, tarixi çox qədimdir, məhz buna görə deyir. Həm də ki, zəngindir. Nə sadə janr sardan zəngindir. Yəni, şifahi xalq ədəbiyyatının aşıq yaradıcılığının janrları genişdir. İndi deyir ki, müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirən əsas cəhətlərdir. Dedik ki, aşıq yaradıcılığı daha çox şifahi xalq ədəbiyyatına məxsusdur. Amma şifahi xalq ədəbiyyatına məxsus olsa da, şifahi xalq ədəbiyyatının digər sahələri ki var, məsələn, nəğmələr, bayatılar, sonra mahnılar, əfsanələr, rəvayətlər, hekayələr, yəni digər janrlar ki var, şifahi xalq ədəbiyyatına məxsus olan xalq oyunları, xalq tamaşaları, şəbihlər. Bunlardan aşıq yaradıcılığının fərqi odur ki, aşıq yaradıcılığında çox vaxt müəllif məlum olur. Yəni, əsəri yaradan bilinir. Kim yaradıb bu əsəri, o bilinir aşıq yaradıcılığında. Qədim dövrlərdə dədə, ozan, varsaq adlandırılan aşıqlar yaşadıkları zamanın mühüm hadisələrinə əsərlərində münasibət bildirmiş. Nə deməkdir bu? Deməli, aşıqlar qədim dövrdə necə adlanırmış? Dədə, ozan, varsaq. Hətta yanşaq da adlanırmış. Dədə, məsələn, Dədə Qorqudda, bax, oradakı dədə, məsələn, aşıq mənasındadır. Ozan, varsaq və yanşaq adlandırılan aşıqlar yaşadıkları zamanda mühüm hadisələrinə, yaşadıkları zamanənin mühüm hadisələrinə əsərlərində münasibət bildirmiş. Məsələn, hər hansı bir dövlət idarəçiliyi ilə bağlı məsələlərə aşıqlar öz əsərlərində həmin dövlətin necə düzgün idarə olmalıdır, o məsələ münasibət bildirirdilər. Məsələn, deməli, Aşıq Qurbaninin əsərlərində biz buna rast gələ bilərik. Sonra nəsətamiz fikirlər səsləndirirdilər öz əsərlərində. Dövlət necə idarə olunmalıdır, xalqa necə qayğı göstərilməlidir. Bu kimi mühüm hadisələrə aşıqlar öz əsərlərində münasibət bildirirmişlər. Və aşıq yaradıcılığında ən çox istifadə olunan janrlar qoşma, gəraylı və bayatı janrıdır. Digər janrlardan da istifadə olunur. Məsələn, müxəmməsdən istifadə olunur, müxəmməsin müxtəlif növləri yaradılıb. Digər janrlardan da istifadə olunub. Amma ən çox müraciət olunan janrlar qoşma, gəraylı və bayatıdır. Aşıqlar iki qrupa bölünür. Bir qismi yaradıcı aşıqlardır. Yaradıcı aşıqların işi nədir? Yaradıcı aşıq hər hansı bir şeir qoşur, yəni özü şeir yaradır, yaxud da hər hansı bir dastanı yaradır. Sonra həmin qoşduğu, özünün yaratdığı şeiri, dastanı başlayır ifa edir. Bax, yaradıcı aşığın işi budur. Deməli, özü şeir yaradır, dastan yaradır. Sonra yaratdığı şeiri, dastanı nə edir? İfa edir. Kimlər? Yaradıcı aşıqlar. Bir qismi isə daha çox mövcud olan əsərləri ifa edir ki, ona da deyirlər ifaçı aşıqlar. Deməli, yaradıcı aşıqlar şeir yaradır, dastan yaradır və yaratdığı şeiri, dastanı ifa edirsə, ifaçı aşıqlar isə mövcud olan, yəni hazır, kiminsə yazdığı, məsələn, hazır şeiri, kiminsə yaratdığı hazır dastanı ifa edir. Və bununla da ifaçı aşıqlar həmin kiminsə yaratdığı şeiri, dastanı xalq arasında yaymaqla həm də belə deyim də onu
daha geniş oxucu kütləsinə çatdırır. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmkir, Aşıq Hüseyn Cavan və başqaları aşıq sənətinin inkişafının zənginləşməsinə böyük töhfələr vermiş yaradıcı aşıqlar. Deməli, bilmək lazımdır ki, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, eyni zamanda Aşıq Ələsgər, burada qeyd olunmasa da Aşıq Alı, Aşıq Şəmkir, Aşıq Hüseyn Cavan, bunlar yaradıcı aşıqlardır. Çünki həmin bu aşıqlar yuxarıda qeyd olunduğu kimi şeirlər qoşmuş, dastanları yaratmış və həmin özlərinin qoşduğu həmin şeirləri, dastanları ifa etmişlər. Ona görə məhz bunlara yaradıcı aşıqlar deyirlər. Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı isə bunlar isə ifaçı aşıqlardır. Yəni bunlar özləri şeir qoşmur, dastan yaratmırdı. Bunlar hazır kiminsə qoşduğu şeiri, yaratdığı dastanı ifa etməklə yayırdılar və yaşadırdılar. Xalqa çatdırırdılar. Bunu da rahat yadda sağlamaq üçün Əmrahdakı əni, Kamandardakı k-ni və Aşıq Hüseyn Saraclıdakı da s-ni götürün. Əks sözünü yadda saxlayın ki, bunlar ifaçı aşıqlardır. Bundan əlavə deyim ki, Aşıq Ədalət də ifaçı aşıqlar kimi geniş şöhrət qazanmışdır. Aşıq yaradıcılığın məhsulu olan dastan, deməli, dastanlar aşıq yaradıcılığın məhsuludur. Yəni, dastanı yaradan kimdir? Aşıqlardır. Epik, lirik əsər adlanır. Səbəb nədir? Çünki dastanların çoxsunda əhvalat danışılır. Çoxsunda əhvalat danışılır. Əhvalat danışılanda burada nə əsas olur? Təhkiyə. Təhkiyə elə danışmaq deməkdir də. Təhkiyə bəs hansı növdə olurdu? Epik növdə. Deməli, dastanların çoxsunda əhvalat danışılır. Ara sıra dastan qəhrəmanının hiss-həyəcanını ifadə etmək üçün lirik parçalara müraciət olunurdu. Yəni, tərənnümdən istifadə olunurdu ara sıra. Məhz dastanlarda daha çox epik əhvalat danışılır. Yəni, hadisə danışılır. Bəzən də qəhrəmanın hiss-həyəcanını ifadə etmək üçün lirik təqdimatları olur. Məhz buna görə dastan epik lirik əsər hesab olunur. Dastanda nəsrlə, elə bax, indi yuxarıda dediyimin sübutu. Dastanda nəsrlə nəzm. Nəsr dediyim o əhvalatın danışıldığı hissədir isə, nəzmdə məhz həmin lirik təqdimatdır. Nəsrlə nəzm. Yəni ki, dastanda hadisələr bir adi danışıq formasında olur, bu nəsr olur. Bəzən də şeir formasında nəyisə çatdırılır, bu da nəzm adlanır. Epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən, yəni təhkiyə edərkən, yəni aşıq dastandakı əhvalatı danışarkən, saz havasının müşahidə ilə qəhrəmanın hiss-həyəcanlarını əks etdirən şeirlər də deyir. Qəhrəmanın hiss-həyəcanını isə məhz lirik təqdimatda özünü göstərir ki, burada da tərənnüm əsas olur. Deməli, əhvalatı nağıl edəndə epik növün artıq xüsusiyyətinə rast gəldik. Qəhrəmanın hiss-həyəcanı ifadə olunanda isə lirik növün xüsusiyyətinə rast gəldik dastanda. Ona görə dastanda epik deməli, təhkiyə ilə lirik təqdimat məhz vəhdətdə verilir. Ona görə dastana epik lirik əsər deyirlər. Məsələn, Kitab-ı Dədə Qorqud dastanı, eləcə də Koroğlu Kitab-ı Dədə Qorqud dastanı Kitab-ı Dədə Qorqudda, eləcə də Koroğluda vətənin müdafiəsi, sonra vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanı adlanır. Demək, niyə görə Kitab-ı Dədə Qorqudda Koroğlu dastanlar qəhrəmanlıq dastanıdır? Çünki orada vətənin müdafiəsindən, vətənin azadlığından, ədalətsizliyə qarşı mübarizədən söhbət getdiyi üçün bu dastanlardan qəhrəmanlıq dastanı. Deməli, Şah İsmail, Aşıq Qərib kimi dastanlar isə məhəbbət dastanıdır. Çünki bu dastanların hardan bilir məhəbbətdir? Çünki burada azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur.
Məhz buna görə mən bilirəm ki, Şah İsmayıl və Aşıq Qərib kimi dastanlar məhəbbət dastanıdır. Hə, bir dastanlardan bağlı haşiyə çıxaraq belə bir məlumatı deyim ki, yenə də dastanlarla bağlı deyəcəm. Dastanlar iki yerə bölünür. Qəhrəmanlıq dastanları və məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarının hamısında vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizədən bəhs olunur, söhbət açılır. Və qəhrəmanlıq dastanlarımıza Kitab-ı Dədə Qorqud dastanı, Koroğlu dastanı, sonra Qaçaq Kərəm, Qaçaq Nəbi dastanı, Qatır Məmməd dastanının nümunə göstərə bilərik. Yəni, onlardan bağlı olan dastanlara nümunə göstərə bilərik, qəhrəmanlıq dastanlarında. Məhəbbət dastanlarında isə azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından söhbət açılır. Bura Şah İsmayıl dastanı, Aşıq Qərib dastanı, Əsli Kərəm dastanı, sonra Tahir və Zöhrə dastanı, Abbas və Gülgəz dastanlarına aid eləmək olar. Bir məlumatı da deyim ki, hər bir qəhrəmanlıq dastanının içərisində məhəbbət nümunələrə əks oluna bilər. Yəni, məhəbbətə aid olan, belə deyim, məhəbbətə aid olan hissələr ola bilər. Məsələn, nə deməkdir? Bu Koroğlu dastanında, qəhrəmanlıq dastanı olsa da, Nigarın Koroğluya olan məhəbbətindən söhbət açılır burada. Deməli, belə çıxır ki, qəhrəmanlıq dastanlarında məhəbbət nümunələri var. Yaxud da Kitab-ı Dədə Qorqud dastanında Nigarın, üzr istəyirəm, Kitab-ı Dədə Qorqud dastanında Burla xatunun Qazan xana olan məhəbbəti, yaxud da digər, məsələn, Selcan xanın Qanturalı, bunlar digər, yəni, belə deyim, obrazların, əsərdəki obrazların birinin o birinə məhəbbətinə rast gəlmək mümkündür. Yəni, hər bir qəhrəmanlıq dastanının içərisində məhəbbət nümunələri var. Eyni zamanda, hər bir məhəbbət dastanının içərisində də biz qəhrəmanlıq nümunəsinə rast gələ bilərik. Məsələn, Şah İsmayıl öz sevdiyinə qovuşmaq üçün mübarizə aparır, qəhrəmanlıq göstərir və sonda öz sevdiyinə qovuşa bilir Şah İsmayıl dastanında. Yəni ki, deməli, məhəbbət dastanının içərisində də qəhrəmanlıq nümunəsinə rast gəlirik. Sonra, məhəbbət dastanları ustadnamə ilə başlayıb dua qapma ilə bitir. Deməli, baxın, qəhrəmanlıq dastanları yox ha, məhəbbət dastanları qoşmanın, bildik ki, qoşmanın məzmunca 3 növü var. 3 növü var. Birinci növü odur ki, qoşmanın məzmunca 3 növü var. Birinci növü odur gözəlləmə. İkincisi ustadnamə. Üçüncüsü qıfılbənd. Dördüncü də vücudnamə. Bunlar qoşmanın məzmunca növünə aiddir. Gözəlləmədə, qoşmanın məzmunca gözəlləmə növündə gözəlin tərifi əks olunur. Yəni, bir gözəlin həm zahiri, həm də daxili gözəlliyi qələmə alınır. Qıfılbənd də tapmaca xarakterlidir. Bir tərəf sual verir, digər tərəf isə onu, həmin sualı cavablandırır. Sonra, bundan əlavə, vücudnamədə insanın yaş xüsusiyyətləri, yəni anadan olandan ölənə qədər olan bir dövrə əks olunursa, ustadnamədə isə nəsiyyətamiz xarakteri daşıyır ustadnamə. Yəni, nəsiyyət verir, məsləhət verir, öyüd verir ustadnamədə. Məhz məhəbbət dastanı 3 dənə həmin ustadnamə ilə başlayır. Və məhəbbət dastanları, yəni öyüd nəsiyyət xarakteri daşıyır da ustadnamə, 3 ustadnamə ilə başlayır. Qoşmanın ustadnamə növü ilə başlayır. Və belə deyim, əgər məhəbbət dastanları xoşbəxt sonluqla bitərsə, sevənlər bir-birinə qovuşarsa, dua qapma ilə bitəcək həmin məhəbbət dastanı. Dua qapma həm də, məsələn, evlilik zamanı gəlinə dəymək üçün 3 günlük gedirlər. Baxın, o da dua qapma adlanır. Eyni zamanda dua qapma həm də şeir, yəni janrıdır və dua qapma ilə bitirsə,
xoşbəxt sonla bitirsə dua qapmadan istifadə olunacaq. Amma əgər məhəbbət dastanı faciə ilə bitərsə, yəni sevgililər bir-birinə qovuşa bilmir. Məsələn, Əsr Kərəm dastanındakı kimi. Sonunda sevgililər bir-birinə qovuşa bilmirsə, artıq o dua qapma ilə deyil, cahannamə ilə bitəcək. Cahannamə ilə bitəcək. Məhəbbət dastanlarında qəhrəmanlıq dastanlarında da məhəbbət motivlərinə yer verilə bilər. Bununla da bağlı məlumatı demişdim. Aşıq yaradıcılığı ilə bağlı olan məlumatımız bundan ibarətdir. Sağ olun, növbəti izahlarda görüşənədək.